Salam balaca rəssamlarım və rəssamlığa maraqlı olanlar, bu günləri icmaldan atdığınız mənə əl işlərinizə baxacağım və buna deyim ki, uşaqların əksəriyyəti mənə deyir ki, mənim, siz uşaqların əl işlərinə niyə baxırsınız? Bunu deyim ki, uşaqlar, rəssamlığın binövrəsi uşaqlıqdan başlayır. Bunu deyim ki, hər kəs balaca ikən bu rəngli karandaşlar olsun, rəngli şeylər olsun, boyalar, hamısı hər kəsi cəzb edib. O ağ divarı görürsünüz. Gedib onu məsələn əlinizlə bir flomaster götürüb və ya hansı bir boya götürüb onu mütləq qaralamışsınız və valideyniniz buna görə də sizi danlamış olar. Məncə %90 bu uşaqlar bunu yaşayıb. Bunu deyim ki, sizi çox sevirəm çünki əl işləriniz həqiqətən çox qəşəngdir. Aralarınızda məsələn oradan buradan tapıb atanlar da var, görürük də, yəni azdan çoxdan. Amma əsas məsələ nədir? Pis olsun, özün olsun, öz əl işin olsun. Sən burada rəssam kimi yox, bir həvəskar kimi. Rəssam da ola bilərsən, qabiliyyət imtahanı bir yerdə hazırlaşa da bilərik. Hər şey biz bir yerdə çəkirik və bir yerdə öyrənirik. Və ilk işimizdən başlayaq. DTS ikinci imtahanı üçün necədir sizcə? Aha, DTS bilirsiniz nədir uşaqlar? Dekorativ tətbiqi sənət 2 mərhələli bir imtahan olur. Birinci mərhələsi antik baş heykəl olur. İkinci mərhələsi bu natürmort olur. Naturadan akvarel texnikası ilə. Bunu deyim ki, işin, bax qiymət qoyuram. 7-lik işindir. İşin yəni 7-likdir. O kuba biraz fikir verirsən, biraz qabın formasına, biraz konkretləşdirsən, işin yəni 8 və onun üzəri ola bilər. Dediyim kimi, yəqin bilmirəm, yəqin imtahanı vermiş olarsan. Mən indi 2 həftə əvvəl atmışsan da şəkil, üzrlü sən uşaqlar. Amma gördüyünüz kimi dalbadal artıq videolar atıram. Yəni bu yay inşallah qabağa gedər inşallah. Hər nəysə, dedim ki, bu hissələrə fikir versən, məncə də yüksək alarsan və 7 və 100-ləri ala bilərsən. Zaten qabiliyyət bilirsiniz uşaqlar, artıq keçidi keçdin, məqbulu aldın, o sənin ödənişli və ödənişsiz girib girməməyinə heç bir əlaqəsi yoxdur. Yəni buraxılış buna çox təsir eləyib, bunu deyim. Sonra isə ilk rəsmi çəkmək 2 günümü alıb deyir. Baxın uşaqlar, o günlərcə o şəklin üzərində oturursunuz. Ən dəyərli şəkil məncə odur. Çünki onun üzərində zəhmət çəkirsən. Otursan, məsələn, 1 saatda o şəkil çəkirsən. Edirsən də, deyirsən ki, hə, mən bunu falan vaxta qədər çəkdim və bəsitləşdirirsən də. Amma üzərində zəhmət çəkib, günlərcə, saatlarca üzərində oturanda, o deyirsən ki, yox, mən bunun üzərində zəhmət çəkdim, deyəməsin ki, hə, də oturmuşsan, işin gücün yoxdur, şəkili çəkmirsən. Yoxdur elə bir şey. Və bunu deyim ki, yəni ən gözəli də bunlardır, yəni o portret əladır ya. Özünə bənövşə detayı falan çox qəşəngdir. Neçə yaşın var? Yaşını deməyib, amma çox qəşəngdir və 2 gün üzərində işləməyinə dəyib. Məncə çox qəşəngdir. Salam müəllimə, nətərsiniz? Çox sağ ol. İnşallah yaxşı olarsınız. Bu şəkilləri özüm çəkmişəm. Portreti mənim yanında gedəndə çəkmişəm. Belə deyim ki, onlayn qoşulmuşam. Bir dəqiqə onlayn qoşulmuşam. Şəkil çəkməyi belə öyrənmişəm. Yəqin ki, bəyənərsiniz. Bu şəkilləri də kanalımızda paylaşsanız çox sevinərəm deyir. Bunu deyim ki, uşaqlar, onlayn fonda rəsm öyrənmək biraz kritik bir şeydir. Çünki mən yəni olaraq fikrimi çatdırıram. Məsələn, sizə YouTube-da videolar atıram. Amma sırf sizin yanınızda olub onu başa salmaq o tam başqa. Mən rəssamlığı əyani formada daha effektiv olduğunu düşünürəm. Məncə siz də buna qapılarsınız. İşin natürmort işləmirsən, ikincisində portretdir, şəhiddir yəqin. Allah şəhidlərinizi rəhmət eləsin. Mən ilk şəklini mənim yanımda işləmiş kimi görsəm, daha çox akademik görsəm, çox bəyəndim də. Uşaqlar, natürmort çox dəyərlidir. Rəssamlığın elə bir əlifbasıdır mənim üçün. Çox da qəşəng işləmirsən. Niyə də bəyənməyim də, əladır, əllər və sağlıq. Yəni, afərin. Salam müəllimə, 15 yaşım var, necədirlər? Rəsm üzrə hazırlaşmıram deyir, hobi olaraq. Ən qəşəngi. Bunu deyim ki, dünyanın ən gözəl hobilərindən biri rəsm çəkməkdir. Psixoloqun da yanına gəlsən, sənə deyəcək, şəkil çək, musiqi dinlə. Yəni, çox qəşəngdir. Amma aslında mən rəsm çəkəndə həyəcan keçir. Baxır da indi müştəri mənə zakaz eləyəndə streslə onu işləyirəm. Amma özüm, yəni beynimə düşür, bir şəkil çəkmək istəyirəm. Onun ləzzəti tam faydadır. Çox qəşəngdir. Özü yekun mərhələsində. Yəni işinə baxaq. Bax, şövalyəyə bayıldım. Mən dedim ki, uşaqlar 2-3 dənə əl iş atırız. Mən ən çox bəyəndiklərimi SS edib götürürəm. Çox qəşəngdir ya. Bax, deyirsən ki, hobi kimi yanaşıram. Amma sən tonlama eləmirsən. İşində bir dərinlik var, işıq kölgə var və imza da var. Qəşəngdir. Mənə xoşuma gəldi. Afərin. Refleks də var.
Salam müəllimə, 11 yaşım var, necədir? Videoya qoysaz sevinərəm. Niyə də qoymuyorum? Dediyim kimi uşaqlar 2 həftə düz atılan əl işləri hələ mən baxıram. Hələ maşallah bitmir, bitməsin də. Amma dediyim kimi bu həftə ən azı 3 dənə çalışacağam ki, rəsmlərinizə baxıram videosu gəlsin ya da daha da çox ola bilər. İndi baxır, işinə baxar, maşın əladır ya. Baxın, 11 yaşında uşaqlar akvarel texnikasında işləyir. Mən akvarel texnikasını kursa gedəndə kəşf elədim. Ne deyim, kəşf elədim dediyimdə. Yəni daha çox qorxurdum da. Mənim işim ancaq flomasdır, rəngli karandaşlar. Всё. Ağqara da işləmirdim də, yəni. Sadə karandaşlarla o qədər də işləmirdim. Afərin. Müəllimə necədir? 12 yaşım var. O imzaya bax, rəngli şeyli. Biraz konturlamaya da fikir versən, məsələn, yəni o balığın o formasına fikir versən, daha da əla olur. Məncə 12 yaşa görə niyə də pis olsun, qəşəngdir, əladır, əllərdə sağlıq. Daha onu formada açsan, artıq daha da qəşəng irəliyə gedəcəksən. Salam müəllimə, 14 yaşım var, necədir? Bax, əlində biraz problemlər var. Yəqin belə tutmaq istəmirsən, əli biraz qəribə qalıb, belə tər qalıb. Yəni maraqlıdır, qəşəngdir. At quyruqlu qız. Məncə qəşəngdir, qəşəngdir. Sadəcə əli problemlidir. Əlini də düzəlsən, əla olar. Sizdə necədir? Qəşəng, çox qəşəngdir. Biz kubada fikir versən, bax, kubda o refleks, rəng refleksi var ha. Ona fikir versən çox əladır. Bax, bu işin tam da 9-luqdur. Əgər DTS hazırlaşırsansa, sənin bu işin 9-luqdur. Afərin. Aha, necə alınıb müəllimə? Hindistanlı aktyor var, adı nə idi? Şahrukxan idi, nə idi? Axşam ondan. Ona oxşatdım, qəşəng işləmirsən ha. Yəni onu oxşatmayı çox da sırf o deyil ha. Ona oxşatmısan da, yaşın neçədir görəsən. Məncə yaşın azdır və yaşına görə də məncə yaxşıdır. Salam müəllimə, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən bu rəsmləri 9-cu sinif imtahanından əvvəl çəkmişəm. Deyir ki, sizin rəsmləriniz mənim üçün, sizin fikirləriniz mənim üçün, rəyləriniz mənim üçün önəmlidir. Çəkdiyim portreti təəssüf ki, bura ata paylaşa bilmirəm. Zəhmət olmasa tonlama haqqında bir neçə taktika deyil verərsiniz. Uşaqlar, çalışacağım ki, dərs videosu da atın, heç narahat olmayın. Bu yay elə bir hazırlığa getmiş kimi sizə dərs keçəcəm, kompüterimi qoyacağım. Bir tonlamadan tutmuş, vurmaya qədər çox qəşəng işlər işləyəcək. Bunun şübhəniz olmasın. Yəni, ağlımda çox fikirlər var, inşallah reallaşdırarıq. Aha. Bir də paylaşsanız sevilirsiniz, mən də sizi sevirəm uşaqlar. Bir də deyir ki, qeyd edeyim ki, həvəskar çək, yəni həvəskarım. Həvəskar olaraq bir dəqiqə, o əl nə qəşəngdir belə, çox maraqlı formada saxlamışsın, çox qəşəngdir, qara qələmlə, möhtəşəmdir də, yəni bu işimi çox bəyəndim, o bilər də yaxşıdır, amma bunu çox bəyəndim. Anime çəkmək o qədər da asan deyil və çox qəşəng işləmişsən, əllər süperdir də, yəni. Bu da bir dənə qızımız, naturmort işləyib, yazıda yazmayıb, neçə yaşın var görəsən, qəşəngdir. Bax, iş elə bir şeydir ki, naturmort biraz ağqara formatdadır, quaşını işləyib və ağqara işlə monoxron işləyib də, sarını ön plana çəkib və uşaqlar, limon görəndə halınızı bölgə yadınıza düşür, yəni canım sonarısı məncə, çox qəşəng. Sual verib özüm cavab vermək, nəysə uşaqlar, boş verin. Maraqlıdır, çox qəşəngdir, xoşuma gəldi və tam da mətbəxdə asılacaq bir iş, əl işi, qəşəngdir. Salam müəllimə. Daha yeni 2 iş deyir, rəsmi deyir. Stelanı bəyəndim ha. Stelan biraz hazır forması fərqlidir. Mən ümumiyyətlə Wings Club-ı o qədər də sevmirdim. Çox mənə qəribə gələrdi. Oradakı karakterlərdən xoşum gələrdi. Miusa, onu daha çox sevirərdim. Nəyə görə? Mən də özümdə qara saçam deyə. Uşaqlarda olurdu, qız uşaqlarına. O karakterin öz yerinə görsən ki, o sənsən falan. Məncə çox qəşəng işləmişsən. Yəni yaşın neçədir? Yaşın yazmıyor. Balacadır, amma qəşəng işləmişsən, xoşuma gəldi. Salam müəllimə, 13 yaşım var. 13 yaşım var və bu formada bir iş işləyirsən, sənə halaldır. Portret çox qəşəng işləmişsən axı. Gözlərə baxın. Gözlər biraz qorxuducudur, amma çox qəşəngdir, superdir də, yəni əhsən. Məncə hazırlığa gedirsən, əhsən. Salam müəllimə, yaşımı demirəm, niyə yaşımı demirsən? Amma 14 yaşından aşağı, dur da işinə baxıb aşağıdır. Sizcə izləyicilərin fikrincə necədir? Proqramla. Mən, bax, proqramla işlədiyim daha çox bəyənmişəm, ona görə əsas eləmişəm. Nəyə görə?
o tonlar məsələn keçidlər məsələn isti rənglərin soyuq monoxrom falan o keçidlər çox qəşəngdir. Bax isti rəngin soyuqla keçidi. Mən onu daha çox bəyəndim. Ümumiyyətlə günəşin doğuşudur, batışıdır bilmirəm. Seyr edən bir pişik. Çox qəşəngdir. Çox qəşəng işləmişsən. Yaşın neçədir? Dur fikirləşim. İşinə də baxım. Belə işlərdə bilmək olmur, yaşı əslində tutmaq olmur. Amma yenə də 14 yaşdan aşağıdırsa, məncə 13-12 ola bilər. Mənimə buradakı Frozen o şeydir, altı çəkib, kraliçədir, nədir, cizgi film baxmamışam. Çəkmişəm, amma tək şəklini tapa bilməmişəm deyə məktəbdəki şəkil səhifələsini paylaşam. Qızam, 12 yaşım var, heç bir hazırlığa getməmişəm. Birini başa düşmərəm, o Frozen şəkli haradaydı, sən onu götürdün? Məktəbdə bir yerdə asılmışdı, sən onu götürdün, burada qoymuşsan, paylaşırsan. Elə başa düşdüm. Amma mən üstdəki o qırmızı saçlı var, onu daha çox bəyəndim, əllərlə sağlı. Həvəskarsan, laf əla, qəşəngdir, hazırlığa getmirsən. Bir də 13 yaşım var, 3 ay rəsm kursuna getmişəm, sonra isə dayandırdığını deyir. Sonra deyir ki, proqramla işləyir, proqramlarla daha işlədiyini deyir və son rəsmi də 1 saatı işlədiyindir və çox maraqlıdır. Ağız forması olsun. Spişka niyə tutub ağzında, onu sorğulamıram bu dəqiqə. Uşaqlar, çalışın rəsmlərinizdə məna axtarın, maraqlı bir şey olsun. Mən çünki uşaqlar məsələn əl işi işləyəndə kiçik detallar olur, amma o kiçik detallarda da gözəl bir məna olur. Mən həmişə onu... Çünki uşaqlar tam fərqli baxır da hər şeyi. Bu dünya çox fərqli olur. Məncə başa düşdünüz. Bu qədər idi. Bir sözlə digər videolarda görüşənədək hələlik və rəsm çəkməyə davam et. Yay fəsli, tam da rəsm çəkmə fəslidir məncə. İsti də olsa da ev yoxdur. Otur kondisionerin altında, oturmayın kondisionerin altında soyuqlayarsınız ya da ventilator ya da nəsə əsas şəkil çəkin, özünüzü inkişaf elətdirin. Bir sözlə istirahətin ən yaxşı forması şəkil çəkməkdir. Digər videolarda görüşənədək hələlik.